Böyük bir ehtimalla Vaqif Xaçatryan həbs olunacağını bilmirdi. Yəni hər hansı bir siyahıda olduğunu bilmirdi. Və böyük bir ehtimalla o dəfələrcə Laçın yolunu istifadə edərək Ermənistana gedib qayıdıbdı və artıq bu yol onun üçün alışılmış bir yol olubdu. Və növbəti dəfə hər zaman getdiyi yolu bir daha da gedim, müalicə olum və yenidən Qarabağa qayıdım arzusu ilə gedib. Əgər həbs olunacağını, hər hansı bir siyahıda olacağını və bu siyahının Azərbaycan sərhəd xidməti tərəfindən Laçın postunda yoxlanılacağını bilsəydi, heç zənn etmirəm ki, özü bilə-bilə ağlı başında ola-ola o yolu gedərdi. Amma digər tərəfdən siz də düzgün vurguladınız ki, Albert İsakov adlı bir bloger, hansı ki indi Kanadada yaşayır, əslən Bakılı, Bakı ermənisi, yəni yarı Yahudi, yarı erməni olan bir şəxs, öz YouTube kanalında Samvel Babayanın açıqlamasını, etiraflarını bildirdi. Və Samvel Babayan yarı zarafat, yarı gerçək, yarı sevincək, yarı kədərli özünün də o siyahıda olduğunu bildirdi. Və Samvel Babayanın belə bir açıqlama eləməsi artıq Qarabağdakı digər quldurları, hansı ki, əli Azərbaycanlıların qanına bulaşmış adamlar var. Dəfələrcə biz onlara amnistiya təklif eləmişik ki, ya ölkələrini rədd olun, çıxın gedin, ya da Azərbaycan qanunlarına görə yaşayın. Bunlar bunu imtina ediblər. Artıq onların canına vəlvələ düşdü ki, biz bundan sonra necə yaşayacaq? Biz Azərbaycanı necə tərk edəcəyik? Azərbaycanın əhatəsində, yəni Qarabağ bölgəsi Azərbaycanın hər tərəfi Azərbaycandır. Bir tək Ermənistanla Laçın yolu vardı. O da nəzarət məntəqəsi tərəfindən kontrol edilməkdədir. Bundan sonra Azərbaycan necə tərk edəcək şəklində çox ciddi narahatçılıqlara meydana gəlibdir. Və bu narahatçılıq Qarabağ ermənilərin növbəti dəfə bir demotivasiya edilməsinə, psixoloji qırğınlıq yaşamasına xidmət edir. Yəni bunlar onsuz da 44 günlük müharibədən sonra heç bir şeyə ümidləri qalmamışdı. Əvvəlki qaydada yaşamayacaqlarını çox yaxşı bilirdi. Amma Vaqif Xaçatryanın tutulmasından sonra Samvel Babayanın belə bir açıqlama eləməsi, həm də Samvel Babayan bunu Ermənistanda oturub eləyir. Əgər Qarabağda olsaydı heç vaxt bunu eləməzdi. Niyə? Canının qorxusundan. Çünki onu da hətta heç yolu keçmədən, Laçın postunu keçmədən elə Xankəndinin özündə həyata keçiriləcək bir xüsusi əməliyyatla onu ələ keçirib Bakıya gətirə bilərdilər. Onun üçün o rahatdır, yarı zarafat, yarı gerçək, gülə-gülə, bilməm, zarafata salaraq deyir ki, mən də o siyahıda var. Sanki bir qürur hissi ilə deyir ki, mən də Azərbaycanlılara qarşı cinayət törətmiş insanların siyahısında varam. Yəni, bu nə qədər qürur verici bir şeydir bir erməni üçün. Yəni, artıq onu erməni ictimaiyyəti qiymətini versin. Amma gec-tez hamısı Azərbaycan məhkəmələri qarşısında dayanıb cavab verəcək. Necə ki, Kosovada, Srebrenicada, necə ki, müsəlmanlar Bosniyada, Hersegovinada qırılırdılar və onlara qarşı 10 illər sonra cavablar verildi. Başda Yugoslaviyanın prezidenti olan, adı da yadımdan çıxdı, hansı ki, Haqa məhkəməsinə çıxarıldı və məhkəmə çıxarılmadan həbsxanada ya öldü, ya öldürüldü. Yəni, bax, bu vəziyyətə gətirib çıxarana qədər onlar cavab verilərdilər.